İnsan deyə bilər ki, ilahi, mən pis iş görməklə özümə nəsə eləmişəm. Həzrət Əli Əleyhisselam necə deyir? Zələmtu nəfsi. İlahi, özümə zülm eləmişəm. Özümə zülm eləmişəm. Sən niyə özünə aid edirsən axı bunu? Keçən illərdə demişəm. Bax, bir adam bıçağı götürüb əlinə. Qulaq asın mənə. Bıçağı götürüb əlinə. Başlayır bədəninə bıçağı vurmağa. Bir gözünün qabağına gətirin bu adam. İnanın mənə, günahın ruha vurduğu zərbə, bıçaq zərbəsinin bədənə vurduğu zərbədən qat-qat artıqdır. Bu günahın mənası nə oldu? Adamın özünün özünə xəsarət yetirməsi. Günah belə bir şey. Allah niyə özünə götürür? Deyim, mənə üsyan eləməyin. Niyə özünə götürsən ilahi bunu? Təəccüblüdür. Mən özümə eləyirəm, sən özünə götürürsən, niyə? Allah niyə bunları özünə üsyan sayır? Düşünmüsünüz bu haqda? Yəni yox, məncə yox. Sizə qurban olun, bu Allahın sevgisindən başqa nəyəsə göstərir mi?